Ayetullah Seyyid Ali Sistani. Sual. Cenab Seyyidimiz ve merceği təqlidimizin İmam Cəfər Sadiq'dən bu hədisin səhihliyi barədəsindəki rəy nədir? Hər kim İmam Hüseyin üçün ağlasa veya özünü ağlamaq həddinə çatdırsa, cənnət ona vacib olar. Cavab. Bir çox gələn hədislərdə onların bir qismi mötəbərdir. İmam Hüseyin əleyhissalam üçün ağlayana cənnət vəd olunub. Necə ki onların bəzisində özünü ağlamaq həddinə çatıran veya şer deyib ağlayan üçün də cənnət vəd olunub. Və bu işdə heç bir qəribəlik yoxdur. Cənnət vədəsi verilməsi hər iki firqənin, Şiə və Sünnü, hədislərində bir sıra əməllər üçün qeyd olunub. Məlumdur ki, bu hədislərdən məqsəd bu deyil ki, mükəlləf özünü əzabdan amanda hesab etsin, ta vacib əməlləri tərk etsin və haramları da etsin. Bu cür necə düşünə bilər? Halbuki bu kimi işlər üçün çox şiddətli əzab vədəsi verən ayələr gəlmişdi. Amma bu məqamın İmam Hüseynə ağlamaq üçün sabit olmasına gəldikdə, ağlamaq insanın bağlılığını və onun nəfsində olanları dərindən ifadə edir. İmam üçün ağlamaq, Peyğəmbərə sallallahu aleyhi və alihi və səlləm və onun əhli beytinə həqiqi sədaqəti təmsil edir. Həmçinin dəvət etdiyi və uğrunda şəhid olduğu prinsiplərə bağlılığı göstərir. Amma özünü ağlatmaq həddinə gətirməyə gəldikdə, bundan məqsəd başqalarının yanında ağlamağı aşkar etmək deyil. Əksinə, mənası budur ki, insan özünü ağlamağa vadar etsin. Allahı zikr edərkən ağlamaq və özünü ağlamaq həddinə gətirməyə görə cənnət vədəsi verilən hədislər də bu mənada gəlmişdir. Necə ki buna başqaları da diqqət çəkmişlər. O deyənlərdən biri də Məqtəlul Hüseyn kitabında Əllamə Muqrimdir.